Salam. Bilirsiniz, bəzən elə bir an gəlir ki, sanki hər şeyə sıfırdan başlamalısan. Qarşında bomboş bir səhifə var, amma nə yazacağını heç bilmirsən. Bax, bugün məhz bu hissi, bu çətinliyi anladan simvolik bir hekayəyə baxacağıq. Yenidən başlamağın gizli açarını saxlayan bir senarini gəlin birlikdə kəşf edək. Və hekayə çox sadə, amma çox dərin bir kəlmə ilə başlayır: başlanğıc. Bu söz sanki həm bir ümidsizliyin pıçıltısıdır, həm də eyni zamanda yeni bir şeylərin olacağına dair bir vəd. Bax, bu tək kəlmə ilə biz birbaşa qəhrəmanın daxili dünyasına, onun o düşüncəli ruh halına qonaq oluruq. Hekayənin tam mərkəzində isə bax bu sual var: yaxşı, bəs heç bir şeyin qalmayanda necə yenidən başlayırsan? Məhz bu sualla biz baş qəhrəmanımızı ailə tanış oluruq. Təsəvvür edin, bomboş bir otaq. O da masada oturub, qarşısındakı o ağ vərəqin ağırlığı altında sanki əzilib. Bu səhnə, yəni itki hissinin bundan daha yaxşı təsviri ola bilməzdi. Və o da nəhayət ilk cəhdini edir. Çox sadə bir hərəkətlə özünə bir başlanğıc nöqtəsi yaratmağa çalışır. Bir dairə çəkir, içinə də özünü təmsil edən A hərfini yazır. Bu, elə bil ki, onun mən varam demək üçün atdığı ilk kiçik bir addımdır. Buradakı simvolizmə diqqət yetirək, çünki çox dərindir. Baxın, A sadəcə bir ad deyil, elə deyilmi? O, əlifbanın ilk hərfidir, yəni alfa. Hər şeyin başladığı, düzəldiyi o ilk nöqtə. Beləliklə, A həm itirilmiş bir mənliyi, həm də başlanğıcın özünü təmsil edir. Yaxşı, indi gəlin hekayənin daha dərin qatlarına inək. Artıq söhbət daxili mübarizədən gedir və bu mübarizə özünü sirri bir kölgə və çox çaşdırıcı bir tapmaca şəklində göstərir. Elə bil ki, qəhrəmanımızın beynindəki fırtınanın birbaşa əksidir. Və səhnəyə Uziz adlı bir personaj daxil olur. Amma kimdir bu Uz? O, əslində A'nın zehnində əks-səda verən, keçmişin o xaotik, o parçalanmış səsidir. Fikir verin, sözləri tamamlaya bilmir, cümlələri qura bilmir. Bu, qəhrəmanın daxilindəki o qırıllığın, o çaşqınlığın həqiqətən mükəmməl təsviridir. Və uzun o kəsik-kəsik pıçıltılarından bizə ilk ipucu çatır. 8 hərf. Bu, dərhal bir sual yaradır, elə deyil. 8 hərfi olan hansı söz? Amma gözləyin, ardı var. Tapmacanın ikinci, daha da müəmmalı hissəsi gəlir. 100 qısı yavar, amma 7-sini götür. Bir dəqiqə. 8 hərfdən 7-sini götürmək nə deməkdir? Açığı, bunun məntiqlə bir əlaqəsi yoxdur. Bu, aydındır ki, metaforik bir işarədir. Bax, bu sual əslində bütün hekayənin mərkəzindəki tapmacanın özüdür. Hər şeyini itirmiş bir insan üçün ilk addım harada ola bilər ki? Qarşısındakı o ağ vərəqdə, yoxsa bəlkə də tamamilə başqa bir yerdə? Və tam da bu çaşqınlığın ortasında biz müdrik bir səs eşidirik. Bu, mentor E'dir. O, çox dərin və heç gözləmədiyimiz bir həqiqəti pıçıldayır. Deyir ki, başlanğıc var, amma biz səhv yerə baxırıq. Aha, bax beləcə biz hekayənin dönüş nöqtəsinə gəlib çıxırıq. Məhz mentorun bu sözləri ilə o sirli ipucları nəhayət mənə qazanmağa başlayır. Və yenidən başlamağın əsl yolu yavaş-yavaş aydınlaşır. Və tapmacanın açarı budur. Serb dilində başlanğıc demək olan početak sözü. Deməli, yenidən başlamağın bütün sirri məhz bu sözün, bu hərflərin içində gizlənibmiş. Və yadınızdadırsa, mentor bir işarə vermişdi. Həmin o sirli təlimat məhz bu rəqəmdə gizlidir, 6. Deyir ki, ilk hərfə yox, məhz 6-cı mövqəyə diqqət yetir. Maraqlıdır, elə deyil? Niyə məhz 6-cı? Və budur, hekayənin o aha dediyimiz anı, o kəşf anı. Məlum olur ki, əsl başlanğıc sözün əvvəlində deyilmiş. Əsl başlanğıc sözün içindəki xüsusi bir dönüş nöqtəsində gizlənibmiş. Početak sözünün 6-cı hərfi olan T hərfi. Məhz bu hərf hərəkətə keçmə anını, o kritik dönüş nöqtəsini simvolizə edir. Yəni, məsələ aydın olur ki, cavab kağız üzərində hərflərlə oynamaq deyilmiş. Əsl dəyişiklik daxildə baş verməliymiş. Daxili bir transformasiya. Səyahət artıq xarici aləqdən daxili aləmə insanın öz mərkəzinə doğru yönəlir. Gəlin bir anlıq xatırlayaq. UZ, yəni o daxili mənlik, hekayənin əvvəlində necə idi? Dağınıq, çaşqın bir kölgə kimi. Bu, insanın daxilindəki o qarışıqlığın, o özünü itirmə hissinin sanki bir şəklidir. İndi isə gələk Početak sözündəki O hərfinə. Ssenaridə bu,
təkcə bir hərf deyil əslində. O, həm də bir dairədir. Özünü dərk etmək, bütövləşmək üçün simvolik bir məkan. Hər şeyi bir araya toplayan, nizama salan bir çərçivə kimi düşünün. Və baxın, burada sanki bir möcüzə baş verir. O xaotik kölgə olan uz həmin o dairənin, yəni o hərfinin içində birdən-birə sakit, nizamlı bir əksə çevrilir. O parçalanmış mənlik nəhayət ki öz mərkəzini tapır və bütövləşir. Və bu an uzun səsi artıq o əvvəlki kimi qırıq-qırıq pıçıltılar deyil. İndi səs tam aydın, anlaşılıdır və o ən vacib mesajı verir. Deyir ki, içəri bax, hərfləri boş ver, içəri bax. Və beləliklə gəldik hekayənin yekununa. Yaxşı, bəs baş qəhrəmanın bu daxili kəşfi, onun xarici dünyasını, o ətrafındakı reallığı necə dəyişir? Sual budur, dünya həqiqətən də içərdən dəyişə bilər? Gəlin müqayisə edək. Anın o daxili aydınlanmasından əvvəlki və sonraki vəziyyət. Fərq sözün əsl mənasında inanılmazdır. O boş otaq, o ağ vərək birdən-birə günəş işığı ilə həyatla dolu bir məkana çevrilir. Boşluq doluluqla əvəzlənir, qaranlıq işıqla, o iflic vəziyyəti isə həyatın özü ilə. Bax, daxilə dəyişikliyin gücü məhz budur. Yaxşı, gəlin öyrəndiklərimizi bir cümlə ilə ümumiləşdirək. Deməli, A bu başlanğıcdır, mənliyin özüdür. UZ daxili münaqişə və sonradan tapılan mərkəzdir. T həmin o vacib dönüş nöqtəsidir. E isə o yeni başlanğıcı mümkün edən müdriklikdir. Görürsünüz, bu sadəcə bir hekayə deyil. Bu, sanki yenidən başlamaq üçün bir yol xəritəsidir. Və budur, hekayənin bizə verdiyi son və ən güclü mesaj. Başlanğıcları çöldə, xarici şərtlərdə və ya atdığımız ilk addımlarda axtarmayın. Əsl başlanğıc sənin içindədir, sənin öz mərkəzini tapmağındadır. Və bu söhbətimizi icazənizlə birbaşa sizə ünvanlanmış bir sualla bitirmək istəyirəm. Əgər bu metaforanı bir anlıq öz həyatınıza tətbiq etsəniz, sizin dönüş nöqtəniz, sizi irəli aparacaq o gizli 6-cı hərf nə olardı? Məncə, bu barədə düşünməyə həqiqətən dəyər.